Növbəti sualımız 1.4 olan. Biz bildik ki 1.3'ü false götürdük. Niyə? Çünki əksini veribdir. Yəni antonim olanda və yaxud da oradakı cümlənin əksini verirsə də biz onu false götürəcəyik. Çünki bizə birə-bir məna lazımdır. Finally 1.4-də və nə deməkdir nəhayət ki? Mən imtahana girirəmsə bəzi bağlayıcılar da bilirəm əlbəttə ki. Çünki bizim imtahanımız B1 səviyyədədir. Hazırlaşaraq biz müəyyən sözləri öyrənirik də. Eventually da nəhayət ki deməkdir. Deməli bu deməkdir ki mən bu cümlədən daha diqqətlə oxumalıyam bu cümləni daha doğrusu. Finally all the water from rivers and streams goes into the oceans. Yaxşı, tərcüməm yoxdur. Okay? Baxaq deyir. Deyir ki finally all the water from rivers. Burada da veribdir ki eventually reach the oceans. It. Nədən danışır? Sudan danışır. Ondan əvvəl veribdir də. Baxın, are the waters flows. Digər suları deyir. Reach. Burada veribdir çatmaqdan danışır. Burada da deyir streams goes into the oceans. Yəni okeana tökülür. Burada da reach the oceans veribdir. Yəni okeana çatır su. Haradakı su dövriyyəsi yenidən başlayır. Burada da veribdir ki deyir where the cycle begins again. Begin başlamaqda, startda başlamaqda bilirsiniz. Tanış ifadədir hər birimizə. Birə-bir mənada ona görə də true götürəcəm. Aydındır uşaqlar. Sonra növbəti sözümüz sustainable. Davamlı deməkdir. Hansı ki, indi mətni cümləni oxuyaq mətndəki cümləni. Deyir ki, we can ensure a sustainable future and planet. Planet və future görürəm və mətndə environment ifadəsini görürəm. Biraz bu cümlə, bu sualda bizə tərcümə lazımdır. Environment nədir? Ətraf mühit. Bir də using methods. Metodlardan istifadə etmək deməkdir. Burada da deyir ki, by using water wisely, sudan ehtiyatlı istifadə etmək, onu çirkabdan qorumaq, qoruyaraq biz davamlı, uzun müddətli planet özümüz üçün gələcək yarada bilirik, təmin edə bilirik. Using metod görürsünüz, environment görürsünüz, bunu götürəcəksiniz uşaqlar. Yəni, digər variantlara baxanda, məsələn, rəqəmdən, ölçüdən, miqdardan danışmır, sonra eyni qeyri-adi bir şeydən danışmır, dikey çürümək deməkdir, ifadəsi yoxdur orada, sonra leveldən danışmır. Ona görə də elə ən nəhayətində Y variantı bizim doğru cavabımızdır. Sonra keçid edirəm 3-cü suala. What are the three main forms of water? Forms of deyiriksə də biz mətndə sadalamaq axtarmalıyıq. Amma onsuz da biz bilirik ki, birinci cümləmizdə eyni ilə həmin cavab verilmişdir. Solid, liquid and gas. Suyun əsas 3 forması burada da verilibdir. Deməli, A variantımı elə baxaraq da cəld götürürəm. Sonra növbəti sualın cümlə tamamlamadır. Mətni işləmişik, bilirsiniz necə olur. Understanding the water cycle is vital verib burada. Eyni ilə həmin cümləmiz var. Baxın. Understanding the water cycle is important. Niyə deyirəm sinonimləri öyrənir? Çünki sinonimlər bizə vacibdir. Important da vacib deməkdir. Vital da vacib deməkdir. Major da vacibdir. Essential da vacibdir. Görün neçə sinonimi var. Eyni ilə həmin cümlədir. Sözdür. For conserving water resources. Və suyu qoruyub saxlamaqdan danışır, təmiz saxlamaqdan danışır. Preventing floods, sel deməkdir, əlaqəsi yoxdur. Sonra saving money, puldan danışmır. Improving water related conflicts'dən danışmır. Reducing, azaltmaq deməkdir. Agriculture practice, kənd təsərrüfatını azaltmaqdan danışır. Amma bizdə mətndə var kənd təsərrüfatı haqqında məlumat. Amma bu ümumi bu cümlədə yoxdur. Qalır nə? Ensure nədir? Təmin etmək. Enough drinking water, kifayət qədər içməli su ilə təmin etmək. Orada da sizə nə deyir cümlədə? Deyir ki, conserving water resource, su mənbələrini deyir, saxlamaq. Yəni, təmiz saxlamaq, su mənbələrini qoruyub saxlamaq, içməli su ilə də təmin etmək. Yəni, birə-bir məna verməsə də, amma yaxın mənadır, beni götürə bilirsiniz uşaqlar. Sonuncu 5-ci sualımız necə olur? Dedik ki, əgər mənim cümləmdə bu sualların içərisində type of precipitation, type of verirsə də, mən mətndə sadalamaq axtarmalıyam. Sadalama nədir? Vergül vasitəsilə and və bağlayıcısından verilən hissədir ki, what determines the water type of precipitation? Suyun deyir ki, daha doğrusu yağıntı deməkdir. Yağıntının hansı növləri var? Gedək.
Biz mətndə precipitation sözünü görürük. Baxaq görək hardadır? Buradadır. Can be in the form of snow, qar, sulu qar, hail, depending on temperature. Varmı bizim sadalamamız? Deyir ki, yağıntı ola bilir hansı formalarda veribdir. Deməli cavabımı, birin cavabı var. Okeydir. How can people affect, influence, impact? Necə insanlar təsir edə bilir? Mətni oxuyanda görəcəksiniz ki, təsir edən bir şəxsiyyətdən falan danışmır. Ona görə 2-ni götürmürsünüz. What is the first step of the water cycle? Su dövriyyəsinin ilk addımları nədir? Deyir bizə. Biz başda oxuyanda bildik ki, continuous movement of water, but water is essential. Su vacibdir. Water cycle, with deyir ki, the process of evaporation. Evaporation buxarlanma deməkdir. Yəni, water cyclesda su dövriyyəsi başlayır buxarlanma nəticəsində. Demək, ilk addımımız var. Nədir? Buxarlanmadır. Üçün də cavabı var. How much-ın demişik 90% hallarda cavabı yoxdur uşaqlar mətndə. 90% hallarda. Olma ehtimalı nə vaxtdır? Çox nadir hallarda olur. Olma ehtimalı da bilirsiniz nə vaxtdır? Nə vaxt ki, sizə dəqiq orada miqdar verərsə, how much-a cavab olaraq, məsəl üçün, a little, məsəl üçün, kvantifikasiya dərslə bildirik də, a little kinlə verə bilsə və yaxud da a cup of-la verə bilsə, misal üçün atıram da, yəni xırda desək, a cup of-la versə, hər hansı bir miqdar göstərici söz versə, how much-ın cavabını verə bilərsiniz, amma bilirik ki, bu mətndə yoxdur bunun cavabı. What happens to water vapor in the atmosphere? Su dövrəsi ilə atmosferdə nə baş verir? Daha doğrusu, water, su buxarla nə baş verir? Deyir, baxırıq, görək suyu buxarla nə baş verir atmosferdə. Dedik ki, o kiçik kondensiya, baxın, deyir ki, mətndə veribdir. Once in the atmosphere, the water vapor cools down, sərinləşir su buxarı və kondensasiya kiçik bir damcılara çevrilir. O da bulut formasında olur. Sonra bu proses nə adlanır? Kondensasiya və salam. Demək, cavabımız da var. Biz bunu, cavabımızı götürə bilirik. Bu da belə. Sonra